Beynəlxalq Qida və Aqrar Biznes Forum sərgimiz ilk dəfə idi keçirilirdi və biz çalışırıq ki, Biznes Mərkəzi klubu olaraq ilklərlə yadda qala bilək və bu 2 il ərzində fəaliyyətimiz müddətində biz çoxlu layihələr eləmişik. İstər retail sahəsi üzrə beynəlxalq pərakəndə zirvəsi, istər milli brendlərin pərakəndə zirvəsi, istərsə də inşaat forum sərgimiz, istərsə də media marketinq istiqamətli layihələrimiz, qala gecələrimiz, yəni çoxlu irili xırdalı tədbirlərimiz olub, beynəlxalq müstəvidə layihələrimiz olub və bu da ilk idi beynəlxalq qida və aqrar sahədə. Amma bütün layihələrimiz əndə və hala keçdiyi kimi inşallah ümid edirik ki, 2026-cı ildən etibarən biz bu kimi layihələrin 2026, 2027 və bu cür müntəzəm davam etdirəcəyik. Hədəflər böyükdür və bu layihəni də inşallah beynəlxalq səviyyədə daha geniş keçirməyə çalışacağıq və sizə də təşəkkür edirik. İnline olaraq bizim yanımızda olduğunuz inline su filtrləri, mən buradan bizi izləyənlərə də deyirik ki, seçimimizdə inline su filtrləri olarsa, həm sağlamlıq baxımından, həm də rahatlıq baxımından sizi də qane edəcək. Mən də şəxsən öz evimə, öz ailəmə inline su filtrlərinə etibar edirəm və sizə də tövsiyəmiz inline su filtrlərinə etibar etməkdir. Çatdırılmaya qədər, xidmətlərinə qədər çeviklik var və müntəzəmlik var, avadanlıqlar özü də çox mükəmməldir və sizə də təşəkkür edirik, çox sağ olun bildiririk.